Salam değerli izleyiciler. İsmayıllı rayonu Maçaxı kəndindəyik. Tircan tərəfdən gələndə Maçaxı kəndinin girişində ümumi sahə 15 sot olan bir torpaq satılır. Bu hissədə savayı digər bütün hər yer satılır və alıcının istəyinə uyğun 5, 10, 15 sot formasında da satıla bilər. Bir sotu 3000 manatdır. Ne kadar çok alsaz o kadar çok endirim de elde eləyəcəksiniz. Bakın bura həyətdir. Yeteri kadar da düz bir yerdir. Dağın ətəyindədir. Dağı bilənə baxın. Bu dağın ətəyindədir. İstədiyiniz formada da bölə bilir. Yəni gəlib məsələn 6 sot, 8, 10 sot almaq istəsəz, onu həm əmlak sahibinə, həm də alıcıya sərf eləyən formada bölüb satılır. Mən indi hal-hazırda torpağın düz ayağına qədər gəlib çatmışam. Torpağın sərhədi buradadır. Maçaxı kəndinin ən gözəl yerlərindən biridir. Və çox rahat bir torpaqdır. Həyətində meyvə ağacları, ümumiyyətlə yaşıllığı görürsünüz də. Burada nə əksəz bitər. Belə hündür ağaclar. Qeyd edeyim ki, qaz, işıq daimidir. Su isə elə həyətin özündən bulaq qaynayır. Suyu da oradan çəkirsiniz. Çok güzel bir yerde gez bitmir. Bura bütün bax sərhədi gedir. Evin ora qədər. Bir daha təkrar eləyirəm. Tircan kəndi tərəfdən gələndə Maçaxı kəndinin girişində yerləşən ümumi sahəsi 15 sot olan bir sotu 3000 manatdan torpaq satılır. Bölünüb də satıla bilər, bütöv də alına bilər. Nə qədər çox alsaz o qədər çox endirim olacaq. Yəni bu 3000 start qiymətidir. Dağın ətəyindədir. Çox təmiz havası var. Yel çeken yerdir. Burada boğanak olmur hava. Bu kadar değerli izleyiciler. Qeyd olunan nömrələrlə əlaqə saxlaya bilərsiniz. Sizə ətraflı məlumat verir. Gəlib baxmaq da istəsəz, yenə əlaqə saxlayın. Nə vaxt istəsəz, gələk yerindəcə baxıb qərar verin. Herkese bol şans.